confessa, amore mio, io non sono più solo l'unico, hai nascosto nel cuore tuo una storia irrinunciabile. Io non sono più il tuo pensiero, non sono più il tuo amore vero, sono il dolce confondo amaro che non mangi più. Ma perché tu sei un'altra donna? Ma perché tu non sei più tu? Ma perché tu non l'hai detto prima? Chi non ama non sarà amato mai. Quando viene la sera e il ricordo pian piano scompare, la tristezza nel cuore apre un vuoto più grande del mare, più grande del mare. Ma perché tu sei un'altra donna? Ma perché tu non sei più tu? Ma perché tu non l'hai detto prima? Chi non ama non sarà amato mai. Chi non ama non sarà amato mai. Fuad Mehdiyev, əziz dostlar. Teşekkürler. Fuad, siz elə ifa etdiniz ki, özümü bir anlıq kulisdə İtaliyada hiss etdim. Geyimim də biraz bugün ona uyğundur. Əziz ustadlar, siz nə hiss etdiniz? Buyurun, qeyd eləyin. Zülfiyə xanım, başlayaq sizinlə. Mən bir söz deyim, Fuad bu layihənin ən fərqlənən iştirakçısıdır. Gözü bağlı, yuxuda, məni durğusalar, desələr bu kimin səsidir, mən deyəcəm Fuadın səsidir. Bu çox bir böyük şeydir. Bir ifaçının özünə məxsusluğu, onun səsinin artıq onun adı gəlmədən tanınması, bu böyük bir şeydir. Və Murad o qədər düzgün nöqtəsinə vurub ki, bu mahnı ilə. Birincisi, mənim üçün gözlənilməz oldu bu mahnı. Yəni, mən heç fikirləşməzdim ki, heç ağlıma belə gəlməz ki, Fuad bu kompozisiyanı, bu mahnını ifa eləsin. Amma Murad verdi. Həm özüydü Fuad, həm özüydü. Həm də mənə elə gəlir ki, biraz ona yad olan bir janr idi, mahnı idi. Amma mükəmməl idin. Sən, ümumiyyətlə, sənin ürəyin oxuyur Fuad. Bu çox vacib bir şeydir. Sənin ruhun oxuyur, sənin ürəyin oxuyur və sən öz işini bilən adamsan. Sən əgər çıxırsansa, səhnədə oxuyursansa, sən özün üçün oxursan, ürəyin üçün oxursan. Təbrik edirəm səni. İndi də sözü verək növbəti ürəklə oxuyan ustadımıza. İtaliyaya gedəndə məni də apar ürəyim. Azər getdi, gəldi, mən də gedəcəm. Zülfiyə xanım o qədər gözəl sözlər dedi ki, Fuad sənin üçün. Doğrudan da necə var, onu təkrar etməmək üçün. Deyəcəm ki, sən sadəcə oxu. Radiolardan sənin səsin gəlsin. Mən deyim ki, bu oğlanın adı Fuaddır, Səs Azərbaycandan, Muradın komandasındandır. Vəssalam. Eldar. Mən öz növbəmdə də demək istəyirəm ki, mən tam razıyam Zülfiyə xanımın dedikləri ilə 200% razıyam. Həqiqətən biz ifaçılar var ki, özləri üçün oxuyur, çox yaxşı ifaçılardır. Özləri üçün oxuyurlar, özləri də eşidirlər. Amma Fuadın
Fuad özü üçün oxuyur, qəlbi ilə, ürəyi ilə və insanları cəlb eləyir özünə, istər istəməz. Bir qəpik söz də başa düşmədim. İtalyanca danışmırıq da. Biz yəni əksəriyyətimiz Qəpiyoruz. hə, İtiraf. konfes, hə, etiraf. Amma Ölərəm sənin üçün. o mən də sənin üçün canım. Gülü, mənim əkizlərim. Və o qədər bilmirəm, bəlkə sən də heç İtalyanca bilmirsən, danışmırsan, amma Yaxşı olub sizə. Hər şey Muradın melodiyanı, işləridir. Bir musiqini şeyi də bilməyim. o qədər yaxşı çatdırmısan, çünki qəlbin oxuyur. Təbrik eləyirəm.